Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. İlham Əliyevdən Trampa, dəvəti qəbul edirəm. İranlı etirazçılar, xəyanətə uğradıq, Tramp sözünə əməl etmədi. Qrenlandiya böhranının şifrələri, Putin İlhaq planında Trampa kömək edəcək. Ermənistan Azərbaycandan qaz alacaq. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa məktub ünvanlayıb. Telegraf məktubun mətnini təqdim edir. Hörmətli cənab prezident, Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasına dəvət etdiyiniz məktuba görə sizə minnətdaram. Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzun müddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi Nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub. Öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının sədri vəzifənizdə uğurlar arzu edirəm. Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün alışı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Bunu Ermənistanın Maliyyə naziri Vaheh Ovanisyan deyib. Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərib. Hazırda investisiya həcmi və ya Trump marşrutu layihəsinin potensial təsiri barədə heç bir məlumatım yoxdur. Çünki bu layihələndirmə mərhələsi və ya tamamlandıqdan sonra məlum olacaq, deyə o vurğulayıb. İranda etirazların zorakılıqla yatırılmasından sarsılan İranlılar, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın bir neçə prosesə müdaxilə edəcəyinə söz verib. Bundan imtina etməsindən özlərini xəyanətə uğramış hiss edirlər. Telegraf xəbər verir ki, bu barədə Washington Post yazıb. İranlı etirazçılar nəşrə bildiriblər ki, Ağ Ev sahibinin bəyanatları onların molla rejiminə qarşı müqavimətdə qərarlılığını gücləndirib. Biz göyə baxırdıq, sanki nəsə baş verəcək, sanki o zərbə indirməyə hazırlaşırdı, İranlı bildirib. Etirazlar zamanı çoxsaylı vətəndaş küçələrə çıxmışdı. Çünki düşünürdülər ki, Trump İrana hücum əmri verəcək. Amma indi onlar ABŞ prezidentinin insanlığa hörmət etmədiyini düşünürlər. Venezuela və İrandan sonra Qrenlandiya geosiyasi şərtləri yenidən böhran şkalasına yaxınlaşdırır. Trump təbii sərvətləri və strateji mövqeyinə görə əhəmiyyətli olan adanı ələ keçirmək niyyətini gizlətmir. Hətta güc tətbiqi hesabına olsa da. Qrenlandiya Amerika Birləşmiş Ştatlarının qlobal planında vacib coğrafiyadır. Rusiya, xüsusilə Çinə qarşı qlobal üstünlük qazanmaq. Arktikaya nəzarət uğrunda mübarizədə mövqelərini gücləndirmək. Monroe doktrinasına əsaslanan Qərb yarımkürəsinə hakim olmaq. Vaşinqton Arktikanı da artıq bu doktrinanın prinsiplərinə daxil edir. Bu baxımdan Trump'ın Çin və Rusiya gəmiləri adanı dövriyyəyə alıb iddiası obrazlı görünsə də, reallıqdan uzaq deyil. Qrenlandiyada müxtəlif layihələrin iştirakçısı olan Çin, mineral ehtiyatların istehsalında inhisarçı mövqe qazana bilib. Bu, Amerika Birləşmiş Ştatlarını həm karbohidrogen ehtiyatlardan sonra açıq müstəviyə keçən minerallar uğrundakı qlobal mübarizədə geri salır, həm Arktika bölgəsinə nəzarətdə. Vaşinqton Çinin ada üzərindəki təsirlərini öz zonası hesab etdiyi Qərb yarımkürəsinə əsas təhlükə kimi qəbul edir. Venezuela əməliyyatı ilə Monroe doktrinasının tətbiqinin yenidən praktiki müstəviyə keçməsi fonunda Trump administrasiyasının Qrenlandiyanı nəzarətə götürəcəyi ehtimalları güclənməkdədir. Amma necə? Birinci variant, adanın satın alınmasıdır. Trump 80 il öncə, 1946-cı ildə satın almaq təklifini irəli sürmüş Prezident Trumanın təcrübəsinə istinad etsə də, Qrenlandiya və bağlı olduğu Danimarka buna qarşı çıxıb. İkinci variant, hibrid taktikanın tətbiqidir. Qrenlandiyanı müstəqilliyə şirnikləndirmək, buna nail olduqdan sonra ilhaq etmək. Adanın müstəqillik istəkləri əvvəldən mövcud olsa da, Amerika Birləşmiş Ştatlarının ələ keçirmək istəkləri fonunda bu məsələ arxa plana keçib. Hər iki variantda Amerika Birləşmiş Ştatlarının çətinliklə üzləşməsində Avropanın xüsusi rolu var. Qrenlandiya ilə Arktika mübarizəsində üstünlük qazanan Avropa anlayır ki,
Adanın Amerika Birləşmiş Ştatlarının nəzarətinə keçməsi təkcə strateji və coğrafi itkilər gətirməyəcək, həm də qlobal siyasətdə mövqelərini zəiflədəcək. Avropa ölkələrinin adaya hərbiçi göndərmələri də say və güc baxımından simvolik xarakter daşısa belə, Vaşinqton qarşısında mövqe sərgiləmək idi. İki mümkün variantın işləmədiyini anlayan Amerika Birləşmiş Ştatları üçüncü variantı, güc tətbiqini gündəmə gətirib. Birləşmiş Ştatların kiçik qrup hərbiçi ilə qısa müddətdə adanı ələ keçirməsi çətin deyil. Çətin olan bunun siyasi nəticələridir. A. Qrenlandiyaya hərbi müdaxilə NATO-ya hücum deməkdir. B. Bu cəhd Amerika Birləşmiş Ştatları Avropa qarşıdurması yarada və NATO'nun dağılma prosesini başlada bilər. Bu risklər Amerika Birləşmiş Ştatlarının özündə də narahatlıqla qarşılanır. Hərçənd Vaşinqtonun geri çəkiləcəyi ehtimalı zəifdir. Xüsusilə geosiyasi planlarında adanın strateji əhəmiyyət kəsb etməsi bunu deməyə əsas verir. Hazırda Vaşinqton geri çəkilməsi üçün Avropaya iqtisadi rıçaqlarla təzyiq edir. Lakin ticarət müharibəsi riskini yaradan bu gediş də yetərli olmaya bilər. Bu halda gözlənilməz ssenari Avropanın fakt qarşısında qoyulması mümkün variantlardandır. Arktikada geniş hərbi qüvvələrə malik olan Rusiya, Qrenlandiyaya təhlükə yaradacaq addımlar ata, təlimlər keçirə, yaxud müdaxilə görüntüsü yarada bilər. Amerika Birləşmiş Ştatları da təhlükə qarşısında Avropanın adanı qoruya bilmədiyi əsası ilə hərbi variantı işə sala bilər. Ukraynada yaxınlaşan Moskva və Vaşinqtonun Pekinə qarşı uzlaşan maraqları da bu ssenarinin mümkünsüz olmadığını deməyə əsas verir. Qarşılığında Rusiya Ukraynada istədiyini ala, o cümlədən Arktika bölgəsində Çinin artan təsirini neytrallaşdıra və adanın təbii sərvətlərinin istehsalında payçıya çevrilə bilər. Avropada Amerika Birləşmiş Ştatlarının müttəfiqlik prinsiplərinə, NATO nizamnaməsinə qarşı dağıdıcı addım atmayacağına dair ümidlər hələ tükənməyib. Hərçənd, Vaşinqtonun köhnə nizamdan açıq şəkildə imtina etməsi Qrenlandiyanın Qərb İttifaqı üçün çətin sınaq olacağını göstərir. Siyasi şərhçi Asif Nərimanlı.